Ekrana baxırsan 6 yaşlı bir mələk canfəşanlıq edərək oxuyur sevgilimi. Körpə quzum, gəl oxuma sən məni, uşaq mahnılarını oxu. Sənin hələ nə vaxtındır, çiçəklərdən çələng toxu, qoy ağ lentli o başına, vaxtından tez gözəl quzum sən böyünə. 12-13 yaş olanda üzük taxarlar barmağına, arzuların qalar ürəyində. Yazaq Lalə Azərtaş da gəzib kəndi şəhərləri xilas eləməsin sizləri. Bir baba çəkişlə, bir ata bellə qarşılayır o laləni. Oxu uşaq mahnıları, sənə oxşayan gəlinciyə öyrət əlifba söyləməyi, cik-cik deyən sarı gözəl cücələri, günəş olmaq istəyən qız nəğməsini, əlindən uçub gizlənən o sərçəni, inək sağan nənəsinə kömək edən o nəvəni. Oxuma quzum sən məni. Uşaqların atıb gedənlər gəzib gecə küçələri onsuz da oxuyurlar o bəstəni. Dərs oxuyub sən savadlı bəlkə müəllim olacaqsan, ya da həkim, ya mühəndis, bəlkə tanınmış jurnalist. Tələsmə quzum böyüməyə, oxşayırsan əlindəki gəlinciyə, gəl oxuma o nəğməni. O nəğməyə də vaxt gələcək. Oxu uşaq nəğməsini. Oxu uşaq nəğməsini.